Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında ikitərəfli görüş keçirilib. Qazaxıstanın Almatı şəhərində baş tutan görüşdə iki ölkə arasında sülh müqaviləsinin müzakirəsi, regionda təhlükəsizliyin bərpası və digər məsələlər müzakirə edilib. İkitərəfli görüşdən əvvəl Qazaxıstan Xarici İşlər Nazirinin iştirakı ilə üç tərəfli görüş keçirilib. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ermənistanla sülh danışıqlarına dəstək üçün Qazaxıstan tərəfinə təşəkkür edib. Azərbaycan və Ermənistan arasında Almatıda ikitərəfli sülh danışıqlarının təşkilində göstərdiyi son dərəcə dəyərli dəstək üçün Qazaxıstan tərəfinə şəxsən Baş nazirin müavini Xarici İşlər Nazirinə təşəkkür edirəm. Azərbaycan regionumuzda sabitlik və təhlükəsizliyin təminatında sülh prosesinin irəliləməsi üçün səylərini davam etdirəcək deyə nazir qeyd edib. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzəyan isə Almatı görüşünün Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəldiyini qeyd edib. O, həmçinin regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb. Регулярные встречи по процессу нормализации. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün keçirilən müntəzəm görüşlər sülh sazişinin hazırlanması istiqamətində mühüm addımdır. Daha bir vacib nüans isə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası istiqamətində əldə olunan razılaşmadır. Hazırda hər iki ölkənin delimitasiya komissiyaları işini davam etdirir. Qısa müddətdə xeyli iş görülüb. Birgə fəaliyyət nəticəsində coğrafik koordinatlar dəqiqləşdirilib. Artıq bu görüş ərəfəsində sərhədin Qazax rayonu hissəsində dirəklərin quraşdırılması yekunlaşır. Biz əminik ki, sərhəd razılaşmasında öz əksini tapan müsbət ənənə yaxın vaxtlarda da davam edəcək. Bu prosesə böyük diqqət göstərdiyimizi və işi davam etdirməyə hazır olduğumuzu ölkəm, öz adım və heyətimiz adından təsdiqləyirəm. Hesab edirəm ki, Almatı danışıqları çox faydalı olacaq. Hələ də mövcud olan açıq sualların həlli üçün növbəti 2 gündə birgə fəaliyyətimizin müsbət olacağına ümid edirəm. Ermənistan sülhə, sülh sazişinin imzalanmasına hədəflənib. Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik. Üstəlik hesab edirik ki, sülh sazişi imzalamaqla məhdudlaşmamalıyıq. Biz daha da irəli gedə bilərik. Regionda nəqliyyat kommunikasiyalarını blokdan çıxarmalıyıq. Bu, bütün kommunikasiyaların ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olacağı nəzərə alınmaqla həyata keçirilməlidir. Dövlət sərhədlərinin kəsişməsi ilə bağlı bütün prosedurlar isə inzibati, gömrük və digər qarşılıqlı prinsiplər əsasında razılaşdırılacaq.